Gedirsiniz Gürcüstanda, Ukraynada və Rusiyada, digər MDB ölkələrində tibb təhsil alırsınız. Və həmin aldığınız təhsil diplomunu da Azərbaycanda tanıtmaq üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edirsiniz. Təhsildə Keyfiyyət Təminatı Agentliyi sizə imtina cavabı verir ki, siz təhsilin normativ müddətində həmin ölkədə olmamısınız. Ümumiyyətlə biləsiniz ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi inzibati orqandır. Onun qərarını siz inzibati məhkəmələrdə, daha doğrusu Bakı İnzibati Məhkəməsində mübahisələndirə bilərsiniz. Yaxşı, sizin əsasınız nə olacaq? Nə əsas gətirəcəksiniz? Deyəcəksiniz ki, mən təhsilin normativ müddətinin yarısından çoxunu orada olmuşam. Belə təcrübələr var ki, yarısından çoxunu orada olubdur. Lakin yenə də Təhsildə Keyfiyyət Təminatı Agentliyi imtina cavabı verir. Ümumiyyətlə biləsiniz ki, bununla bağlı məhkəmə qərarları artıq var. Məhkəmə qərarları əsaslandırır ki, təhsilin normativ müddətinin hamısını orada olmağa məcbur deyil. Bu o deməkdir ki, sizin də hüququnuz var ki, bərabərlik prinsipinə əsaslanaraq öz diplomunuzu məhkəmə qaydasında tanıdasınız. Yəni, digər şəxslərə eyni əsaslarla gedib oxuyub və eyni əsaslarla imtina cavabı alıbsa və eyni əsaslarla məhkəmə qərarı ilə həmin diplom tanınıbsa, onda sizin də hüququnuz var ki, öz diplomunuzu tanıdasınız, məhkəməyə müraciət edin, cəhd edin və diplomunuzu tanıtmağa çalışın.